Buyur ifadə elə. Tam hansıdır qızım? Göstər görək. Ay sağ ol. O birisi neçədir? İndi tamın 7-dirsə 7 olması üçün neçə gəlməlisən ora? Ay sağ ol. Abbasov gəl. İndi sən mənim üçün başa sal görüm dərsimizi. Tamın neçədir oğlum? Əvvəlcə mənə tamığı dinə, mən bilim. Ha, yazdım birbaşa. Tamın neçədir? Ay sağ ol. Hissələrin hansılar oldu? Ay sağ ol. Əyləşdin. Əli Hüseyin gəl oğlum. Artıq videolarımız sakit olur. Afərin bizə. Deməli oğlum, indi sən mənim üçün dərsi izah et. 5, burada 2 yəni. Ay sağ ol. 9 əliməlidir. Bu riyasıdır. Afərin. Görün nə gözəl izahım verdi Əli Hüseyin. Bilməyən də öyrəndi. Rıza Əli gəl. Məhəmməd Əli hazırlaş. Gəl sən buradasan, bunu mənim üçün yaz. Əvvəlcə mənə izahım ver Rıza Əli, yazıb getmə. O nədir? 6 nədir? Tam. Ay sağ ol, tamdır sonra. Tam. Bunlar da sənin nələrindir? Hissələrin. Hissələrimin biri neçədir? 3. Burada neçə olmalıdır? 3 olmalıdır ki... Ha, ev yox, bununla yaz. O yazmadı, mənim makirimlə yaz. Ora niyə 3 yazmalısan ki, ay Rıza? 6 olmuş. Ay sağ ol, bax belə. Gəl oğlum. Hazırlaşsın oğlum. İndi sən mənim üçün, makirim var balam. Gəl bunu mənim üçün izah elə görək, ay Məhəmməd Əli. Tamı mənə denən, tamın neçədir oğlum? Tamam. 8. Ay sağ ol. Bir tərəf hissələrin neçədir? 6. Aha, o bir hissəndə sən özün tapmalısan. 6 1. 6 düzdür. Bəs bura neçə olmalıdır? Niyə? 6-ın üstə 1 gəlməlisən oğlum. 2. Ay sağ ol. Gəl oğlum. Uşaqlar biraz sakit olaq. İndi. Buyur ay oğul. Tamı və əvvəlcə mənim üçün ifadə. Tamın neçədir? Tamın neçədir? Ay sağ ol. Hissələrin. Deməli, sənin hissəvin biri var. Bu hissə neçə olmalıdır? Afərin. Niyə 3 olmalıdır ki, ay oğul? 3 niyə olmalıdır? Bilirsən onu. Fikrimi mənə ifadə elə görüm. Mənim üçün cümlə qur görüm. Orada niyə sən 3 yazdın? Düz yazmısan, ha? Səhv yazmamısan. Sadəcə olaraq istəyirəm mənə izah verəsən. Görün balam. Ora 3 yazmasaydın 10 yaranardı tam. Ay sağ ol. Deməli sən 7-nin üstünə nə etməliydin? Ki, nə alınsın? Ay sağ ol. Bax, onu mənim üçün dinlə deməlisən. İndi Turqut gəl görüm oğlum. Sən də hazırlaş Ömər. Şu an səsi çıxıltını yığışdıraq biraz. Gəl Turqut. Gəl bunu mənim üçün izahım ver. Sən gəl mənə yanıma. Bunu izahı mənim üçün ver balam. Nə oldu? Tamın neçədir? Turqut yazma əvvəlcə. Tamın neçədir? 5. Hissələrim var. Neçədir? Burada biri var artıq. O 1'dir. Sən bura neçə yazmalısan? 4. Ay sağ ol. 4'ü niyə yazdın ki Turqut? Yaz. Düzdür. Mən səndən sadəcə izah istəyirəm. İstəyirəm danışasız, qurasız. Dərsi başa düşdüyümüzü mənə izah eləyəsiniz, onu istəyirəm. Hə, bura 4 yazdın ki, nə alınsın, ay Turqut? 5. Ay sağ ol, düzdür. Ömər, gəl oğlum. Dərsin izahını ver bizim üçün. Başla. Hə. Əvvəlcə görüm mənə dərsimizi izah elə. Tam hansıdır oradan? 7. Tamam. Aha. Burada 1. Ora niyə 1 yazdın ki, mənim balam? Düz yazmışsan, narahat olma o dəqiqə. Hə, niyə yazdın balam ora? Tam 7 yazsın. Ay, çünki sən hissələrindən biri neçə idi? O biri hissə neçə idi? 6. Afərin, düz izah. Əyləşdir. İndi gəlir 6'a gəl. Oynama orada Turqut. İndi oğlum, bunu mənim üçün izah elə, ondan sonra yaz.
Niye 5 yazdın ki? 15 Aysa. Çünkü senin tamın neçəydi balam? Tamın. Eyb yox, heç nə olmaz. Tamın neçəydi oğlum? 10 çıx 5. Aferin. Deməli biz tamımıza alındırdıq. Bir dəqiqə Şəmsi gəl. Hamımız gələcək, ola bilməz ki, kimsə gəlməsin. Yoxundur, al. İndi sən mənim üçün bunun izahını ver Ayşəmiz. Biraz çətin düşdüyə sənə. Turgut, balam. Mənim burada 15. Siz burada çox işlədirsiniz. 2 cərgədən sonra eləməli deyildiniz mənim balam. Çox oldu bu. Eləmə Əli Hüseyin, o çox getdi. Olmaz o qədər. İndi sən mənim üçün izahını ver Şəmsi. Tamın neçədir? Tamın. Hissələrindən biri var burada. Neçədir? Mən işte. 3'dür. İndi bu tamın alınması üçün sən bura neçə yazmalısan ki, hissələrin tamı əmələ gətirsin. Orada neçə olmalıdır mənim balam? Fikirləş. 3 üstə 7 gəlsən 9 eləyər səncə? Eybi yox balam, eybi yox. Aha, parmaqlarımızı işlədək, parmaqlarımızı. Ay, sağ ol, 6. Sürəyə gəl. Gəl qızım, bunu mənim üçün izahını ver. Tamın neçədir qızım? Yox qızım, tamın neçədir? 6. Hissələrindən biri neçədir? 5. İndi sən 5-in üstünə neçə gəlməlisən ki, 6 eləsin? Qızım, 5-in üstə 4 gəlsən neçə eləyər mənim balam? Qızım, əlində onu ver, makir mənə ver. Altını tut əlində, altını. İndi altdan bax bu hissənin birini. 5'i çıx görün 5'i. 5'i neçə qaldı? Ay sağ ol. İndi yaz o, deməli 1. Hüseyin gəl Mahmudov. Ay sağ ol, əyləş. Gəl görək bunu. Bir daha da hazırlaş. Bunu mənim üçün izahını ver. Bitdi, gözlüyüm. Məndə yox. Məndə var. Tamın neçədir oğlum? 8. Hissələrimin biri var orada, neçədir? 7. İndi o bir hissə neçə olmalıdır ki, tamamlansın? Mənə izahını ver. Uşaqlar səs haqqı sinifdə. 6. Bax, bu 8-dir, düzdürmü? Bu 7'nin üstünə, burada ikisinin cəmi 8 eləməlidir. Bayaq izahını verdik biz. 7'nin üstünə neçə gəlsən 8 eləyər. Ay sağ ol. İndi bir daha da gəl. Ömer, oğlum. Bir daha da bunun izahını mənim üçün ver görüm. Tamın 10'dur, əla. Hissələrimin də biri 6. Oraya hiç olmalı. Ay sağ ol. İndi Elif gel. Gel kızım, bunu mənim üçün izahını ver görüm balam. Bu neçədir tamam. Ay sağ ol. Hissələrimin biri. Bura neçə olmalıdır? Ay sağ ol kızıma, aferin yaz balam. Əla, Elif başa düşür. Deməli, sən birincini mənim üçün izahını ver. Tamın neçədir qızım? Aha, hissələrindən biri neçədir? 5. O bir hissə neçə olacaq? Ay sağ ol. Bir kağıt bunu izahını ver mənim üçün. Tamın neçədir burada? Əyləş qızım. Hissələrimin biri. O bir neçə olmalıdır ki, tam tamamlansın. Ay sağ ol. Sonra kim var? Vüsal gel. Vüsal gel. Gel bunu izahını ver mənə ondan sonra. Bilirəm, verirəm. Deyirəm izahını ver ondan sonra yaz. Tamın neçədir ay Vüsal? Tamın neçədir? Ay yuxarıda neçə yazılıb? 9. Hissələrindən biri neçədir? Hissələrindən biri neçədir? 4'dür hə balam, düzdür. 4'ün üstünə neçə gəlməsən ki 9 eləsin. Bunu ver, tut əlində 9'u. 9 tut əlində.
Ay sağ ol. 4 dənəsini yum. Neçə qaldı? Yaz indi bura 5. Yox balam eləmirik.